Londonun kənarında yerləşən Barkingdə müxtəlif mədəniyyətlər bir araya gəlib. Lakin keçən həftənin şənbə günü həyata keçirilən terror hücumunun buranın sakinləri tərəfindən törədilməsi icmanı sarsıdıb. Hücumçulardan biri 27 yaşlı Xurrəm Şahzad Bat 2 uşağı və həyat yoldaşı ilə bu məhəllədəki binada yaşayırdı. Binanın sakinlərindən biri 2 il əvvəl həmin şəxsdən oğlu parkda digər uşaqlarla oynayarkən ona İslamı qəbul etdirməyə çalışdığına görə polisə şikayət etdiyini deyib. Xurrəm Şahzadı tanıyan yerli sakinlərin dediyinə görə o əvvəllər yaxınlıqdakı Cabir bin Zeyd məscidində ibadət edib. Lakin sonradan məscidin imamı tərəfindən qovulub. İcma liderləri yerli məscidlərin hücumu qınadığını deyir. Bütün icmaların liderləri, məscid rəsmiləri hamı bu terror hücumunu pisləyir. Eləcə də icma sakinləri ciddi olaraq baş verənlərə görə narahatdırlar. Çünki bu onlara mənfi təsir edir. Məscidlə üzbəyüz İngiltərə Müqəddəs Margarita Kilsə Məktəbinin qarşısındakı Britaniya bayrağı yarıya qədər endirilib. Yaxınlıqda Şərqi London Sing Gurdavara görünür. Barking sakinləri həmişə mehriban yaşadıklarını deyir. Lakin indi bəziləri qorxu içərisindədir. Düzünü deyim, qorxuram. Mən dayanacağa getməyə, avtobusa minməyə qorxuram. Müsəlman icması şənbə günü həyata keçirilən hücumla heç bir əlaqəsi olmadığını bildirib. Çoxları hadisədən sonra onların dini əleyhinə əhval-ruhiyyənin artmasından qorxur. Burada hamı mehriban yaşayır, burada ekstremizm yoxdur. Yalnız Britaniya deyil, dünya boyu müsəlmanların hədəf alınması doğru deyil. Yalnız müsəlmanlar pis qalanları isə yaxşıdır. Bu doğrudurmu? So how is that possible? Only the Muslims, they are the bad people and the rest is the very good people. Kəşfiyyat idarələri hücumçulardan 2 nəfərin adını açıqlayıb, lakin onlar hücumun qaçılmaz olduğu haqda dəlil olmadığını deyib. Rəsmilər icmadakıların bu hücum barədə xəbəri olub-olmadığını və ya kimlərinsə onlara yardım edib etmədiyini öyrənməyə çalışır. Müsəlman icmasının liderləri isə terrorla hər hansı əlaqəsi olduğunu inkar edir və polislə tam əməkdaşlıq edildiyini bildirir.